Oğullarım, illər ötdü, ömürdən, gündən getdi. Mənim yolum artıq sona yaxınlaşır. Bu sözlərimi qulağınızda sırğa eləyin, saxlayın. Dünya malı heç kimə qalmaz bala, heç kimə. Ata, elə danışırsan ki, ya dünya malı bizə düşməndir. Ata, halbuki pul olmayandan sonra nə hörmət olur, nə atsan olur. Mənim arzum böyük dükanlar, marketlər açmaqdır. Qardaş, ata deyirsə, deməli sözündə hikmət vardır. Mal insanın deyil, insan malın quluna çevrilməsin. Bax oğlum Əhməd, mən gəncliyimdə çalışdım, çox var dövlət topladım. O an canıma bir xəstəlik gəldi. Bir quruca nəfəsə möhtac qaldım. Onda bildim ki, insana qalan dünya malı deyil, onun əməlləriymiş, yaxşı əməlləriymiş bala. Ata, mal dövlət sayəsində dost da qazanılır, güc də. Mən onsuz yaşamaram. Oğlum, dost malda deyil, haldadır. Malına görə yanına gələnlər bir gün malın, varın, dövlətin olmayanda səni tərk edib, çəkilib gedəcəklər. Unutma, kəfənin cibi yoxdur. Bismillahirrahmanirrahim. Yasin vel Kur'anil Hakim. İnneke leminel murselin ala sıratin müstakim. Tenzilel azizirrahim. Litunzira kavmen ma unzira abâhum Allah rəhmət. Görsən qardaş, indi aparılan varlı Hacı Qasım bəy deyilmi? Gör onun nə qədər dükanı, nə qədər mağazini var. Bəli Musa, bugün o torpağa tapşırılır. Malı qaldı, özü getdi. İndi sizdən soruşuram. Kimə qalır bu dünyanın varı, dövləti, hə? Cavab verin. Heç kimə. Oğullarım, dünya malı dəniz suyuna bənzəyər. İçdikcə susuzluğun artar. Paylaşdıqca insanın ruhu rahatlıq tapar. Oğullarım, müdriklərin belə bir sözü var. Əsas o deyil ki, istəyinə sahib olasan. Əsas odur ki, sahib olduğuna layiq olasan. Ata, mən sözünü unutmayacağam. Həyatımı halal qazancla, yaxşılıqla keçirəcəm. Ata, mən də səhvimi başa düşdüm. Dünya malı deyil, dünya halı qalırmış. Oğullarım, dünya malı heç kimə qalmaz. İnsana qalan xeyirxah əməl, ata sözü, bir də insanlıqdır.